Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə ba'd. Əmmə ba'd. Demək, davam edirik Sələs-i Usul adlı kitabı, risaləni Şeyx Muhammed ibn Abdülvahhab rahimahullahın, yəni 3 əsas adıyla tanınan və onun yüngül şərhi, təliqi Abdurrahman ibn Qasım Ən-Nəcdin rahimahullahın. Və qalmışdıq 6-cı dərsdə, 6-cı dərsdə bugün. Deyir ki, Şeyx rahimehullah: "İ'lem erşadakallahu li ta'atihi enne el-hanifiyyete millete İbrahim'e en ta'budallaha muhlisan lehu'd-din." Bil ki, Allah səni öz itayətinə yönləndirsin. Yəni duadır. Bil ki, ennel hanifiyyete, hanifiyyə, yəni İbrahim millətidir. Bunun mənası odur ki, ən ta'budallaha muhlisan lehu'd-din. Ki, yalnız Allaha ibadət edəsən ixlasla, bütünlüklə dini ona yönəldərək. Və bizəlikə əmərallahu cəmi'ən nəsi və xalaqahum ləhə. Və məhz buna görə Allah Taala bütün insanlara əmr edib, yəni bunu əmr edib bütün insanlara və məhz buna görə də insanları yaradıb. Kəmə qalə Teala, necə ki, bu haqda Allah Subhanahu və Teala buyurur: "Və mə xalaqtul cinnə vəl insə illə liyəbuduni." Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və mənə yəbuduni yuvahhiduni. Və mənə ibadət etsinlər mənası nədir burada? Yəni məni təvhidlə ibadətdə təkləşdirsinlər. Və şərhçi deyir ki, İ'lem erşadakallahu li ta'atihi, Allah səni öz itayətinə yönəltsin mənası nədir? Yəni Allah sənə hidayət versin, müvəffəqiyyət versin, sənə faydalı, dünyada və axirətində faydalı olan şeylərə yönəlsin. Çünki rüşd, yəni yönəlmək, rüşd, düz doğruya yönəlmək, bu istiqamə mənasıdır. Yəni düz yolda, yəni düz qalmaqdır, doğru yolda, haqq yolda düz qalmaqdır. Bunun əksi isə, yəni rüşd sözünün əksi isə nədir? Əl-gayyu, yəni azmaq, əyilmək, yoldan yayınmaqdır. Sonra növbəti sözün şərhi hənifiyyə sözü keçdi mətndə. Hənifiyyə sözünün mənası nədir? Tariqatun və şəriətul Xalil İbrahim. Bu deyir, yəni yoldur. İbrahim Xalil aleyhisselamın şəriəti yolu deməkdir. Və cəmil ənbiya aleyhisselam hiyə mə qarrarəhə bihi əl-musannif ən ta'budallah muhlisan. Yəni həmçinin bu deyir bütün peyğəmbərlərin aleyhisselam, yəni onların bütün hamısının yoludur. Necə ki, müəllif bunu iqrar etmişdir, təsdiqləmişdir. Ən ta'budallah muhlisan lehu'd-din. Bu da nədir? Həmin o. Allaha ibadət edəsən, ixlasla, bütün dini Allaha yönəldəsən. Həzihiyyə həqiqət millət İbrahim. Məhz budur, yəni İbrahim millətinin, yəni dininin həqiqəti. Yəni Allaha ixlasla ibadət etmək. İxlas nədir? İxlas hubbullahi və iradətu vəçhihi. Allahı sevməkdir, Allahın üzünü diləməkdir. Yəni budur ixlas. Yəni başqasına sağa sola baxmamaqdır deyir. Yəni iradəsi məhz Allah olmalıdır, Allahın üzünü diləməlidir. Və ibadətullahi bil ixlas, və Allaha ixlasla ibadət etmək. Və tark ibadət məsivə. Ondan qeyri ibadət olunanların hər birisini tərk etməkdir. Və bu da deyir, Allah Taala'nın bu ayəsində zikri olunmuşdur. Thumma awhayna ilayka an ittabi' millete İbrahimə hanifə. Sonra sənə vəhy etdik ki, sən İbrahim millətinə tabe ol, hənif olan. Və mə kənə minəl müşrikin. Halbuki, hansı ki o müşriklərdən deyildi. Və fi qavlihi, həmçinin Allah Taala buyurur: "İnne İbrahimə kənə ummətən qanitan lillahi hanifə və lem yekun minəl müşrikin." Həqiqətən İbrahim bir ümmət idi. Uzun ibadətdə, yəni uzadı ibadət edən qanit idi. Hənif idi. Hənif, yəni gələcək mənasına hənif idi və müşriklərdən deyildi. Və hənif deyir sözü hənəfə sözündən, hunuf sözündən alınıb, yəni meyl deməkdir. Neydən meyl, nəyə meyl? Əl-meyl əni-şirk qasdan ilə təvhid. Yəni şirkdən meyl etmək, yayınmaq, təvhidə üst tutmaq deməkdir. Hənif sözünün mənası.
Vəl hənif əl-müstəqim, hənif müstəqim olandır, düz doğru olandır, İslamdan düz doğru tutunandır, Allaha tərəf yönələn, Allahdan savayı hər bir şeydən üz çevirəndir. Və kullu men kana ala dini İbrahim əleyhissalam. Həmçinin, yəni İbrahim əleyhissalam dinində hər kəs, o kəs ki İbrahim əleyhissalam dinindədir, buna nə deyilir? Hənif deyilir. Bu hənif sözünün mənası. Sonra deyir ki, müəllif deyir ki, ya'buduni sözünün mənası yalnız mənə ibadət edin, yəni yalnız məni təkləşdirin ibadətdə deməkdir. Bu sözü İbn Abbasın təfsirindən götürüb. İbn Abbas deyir ki, qayda olaraq deyir İbn Abbas, kullu mawdin fil Quran i'budullaha. Quranda hər o söz ki keçmir, Allaha ibadət edin. Və bu söz keçir də, Allaha ibadət edin, Allaha ibadət sözü keçir. Bilin ki, bunun mənası Allahı təkləşdirindir. Yəni Allaha ibadət Allahın təvhidi deməkdir. İbadət nədir lüğətdə? Yəni zəlil olmaq, alçalmaq. Yəni bu sözün mənası budur. Və summiyyət vəzaif-i şər aləl-mükəlləfin ibadət. Sonra mükəlləflərə, yəni ibadəti yerinə yetirənlər də mükəlləflər. Kimlər ki, ibadətlə yükləniblər, onlara mükəlləf deyilir. Və mükəlləflərə də, yəni bu vəzifələr ibadət adlanır. Yəni namazdır, orucdur, bu vəzifələr də düzdür. Bunlara nəyə görə ibadət deyilir? Çünki onlar bunu yerinə yetirirlər diyetə saxlamaq üçün yox, idman eləmək üçün yox. Nə üçün? Zəlil olaraq Rəbbinin qarşısına alçalaraq. Ona görə bu ibadətdir. Aydındır. Yəni öz nəfsi üçün yox, Rəbbinin qarşısına alçalaraq ona görə buna ibadət adı verilir. Sonra deyir ki, və əzamu mə əmərəllah bihi ət-təvhid. Sonra deyir, Allahın ən böyük əmri, ən əzəmətli əmri nədir? Təvhiddir. Və huvə ifradullahi bil ibadə. O da deyir, Allahı deyir, ibadətlə təkləşdirməkdir. Və ən böyük, ən əzəmətli qadağasısa nədir? Şirkdir. Bu da deyir, Allahla yanaşı başqasını çağırmaqdır. Yəni, çağırmaq, yəni dua etmək ən önəmli məsələlərdəndir. Yəni. Ona görə, necə ki, yuxarıda ötmüşdü, dua özü, dua məhz ibadətin özüdür. Yəni, özəyidir, əslidir. Ona görə, yəni, çox vaxtı ibadət duanla yanaşı gətirilir. Yəni, ibadətə misal çəkilir həmişə, əksər halda dua. Hansı ki, problem də məhz bunun üzərindədir. Bugünkü gündə, yəni, qubullər, müşriklər, yəni, müşrik tayfalarla dua məsələsindədir əsas. Və deyir ki, və huvə əzun fəridətin fəradallah. Təvhiddir, ən böyükdür, fərzdir. Allah, yəni, insanlara fərz etmişdir bunu elmi cəhətdən və əməl cəhətdən. Bu səbəbdəndir, rəsullar göndərilib və kitablar nazil olunub. Və bu səbəbdən, yəni təvhid səbəbindən insanların günahları kəffarə olunur. Yəni təvhidin fəzilətidir bu. Və tustavcibul cənnə və cənnət vacib olunur ona. Yəni təvhidin nədir? Fəzilətlərindəndir ki, günahlar kəffarə olunur və cənnət ona vacib olunur. Və yuncə minənlər və cəhənnəmdən xilas olur. Bu təvhidin nədir? Fəzilətidir. Sonra deyir ki, təvhidin qismləri üçdür, rububiyyətdir. Və huvə ilm bi ennəllahi rabbun kulli şey. Birinci rububiyyət yəni nə deməkdir? İnsanın bilgisi ki, Allah hər bir şeyin Rəbbidir, yaradanıdır. İkinci təvhid növü ad və sifətlər təvhididir. O da nədir? Ən yusufallah bimə vasfə bihi nəfsəhu və vasafəhu bihi rasuluhu sallallahu aleyhi ve sellem. Allah Teala deyir, özünü vəsf etdiyi kimi vəsf olunsun və onun rəsulu onu vəsf etdiyi kimi vəsf olunsun. Bu nədir? Ad və sifətlər təvhididir. Və üçüncü növ təvhid isə iləhiyyə və yaxud uluhiyyə təvhididir. Bu da ixlasla Allaha ibadət etməkdir. Bütün ibadət növlərini, hamısını yalnız Allaha sərf etməkdir. Sonra gəlir şirk sözünün mənası. Şirk yəni pay ayırmaqdır, şərik qoşmaqdır. Və huvə əzun zənbin usiyallah bihi. Və ən böyük günahdır, Allaha asi olunan ən böyük günahdır. Və eyyü zənbin əzəm min ən yec'ələ məəllahi şərik fi uluhiyyə, əv rububiyyə, əv əsmə və sifət. Yəni, bundan daha böyük günah hansı ola bilər ki,
Allaha uluhiyyətdə və ya rububiyyətdə və ya ad və sifətlərdə şərik qoşasan. Kəmə ənnə şirkə azləmə zulm, necə ki, həmçinin şirk ən böyük zülmdür və ən batil olan bir şeydir və həmçinin bu rububiyyətin həzmidir, yəni dağıtmasıdır və uluhiyyətin naqisliyidir. Uluhiyyətdə də naqislikdir və aləmlərin Rəbbi barəsində pizdəndir. Həmçinin bu asiliklərin ən çirkinidir. Çünki burada deyir, yəni naqis olan məxluqu kamil olan xaliqə tay bərabər tutmaqdır. Yəni ən çirkin, yəni günahlardandır. Sonra deyir ki, وَالدَّلِيلِ قَوْلِهُ تَعَالَى və bunun dəlili nədir? Yəni müəllif deyir ki, bunun dəlili nədir? Ən böyük günah, yəni ilk əmri, yəni ən böyük əmri təvhiddir və ən böyük qadağası da şirkdir. Və təvhid budur, şirk budur, yəni izahlarını verir. Bunun dəlili deyir, Allah Taala'nın bu ayəsidir. وَعْبُدُوا وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا. Yalnız Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Yəni bu ayədə iki əmr və qadağa cəm olunmuşdur. Yalnız Allaha ibadət edin, yəni ən böyük əmr və ən böyük də qadağa, ona heç nəyi şərik qoşmayın. Və bu ayə 10 haqq ayəsi adlanır. Çünki burada yəni 10 dənə haqq sadalanır və ən birinci, ən üstünü təvhiddir. Yəni Allahın haqqıdır. Sonra müəllif deyir ki, "Feyzə qile ləkə məl usulü sələsə əlləti yecibu aləl-insani ma'rifatuha." Yaxşı deyir. Bu 3 əsas nədir ki, bir insana vacibdir onu bilmək. Yəni nədir bu 3 əsas? Buradan başlayır, yəni kitabın özəyi, yəni mətnin özəyi başlayır. Yəni 3 əsas anlamı başlayır. Bundan qabaqçılar nə idi? Müqəddimə idi bu mövzuya. Fəqul ma'rifatul abdi rabbahu və dinahu və nəbiyyehu Muhammedən sallallahu aleyhi və səlləm. De ki, bu 3 əsas, hansı ki insana, hər bir insana bunu öyrənmək, bilmək vacibdir. Hər bir insana bunu bilmək vacibdir. Nədir? Ma'rifatul abdi rabbahu. Bir qulun Rəbbini tanıması, dinini tanıması və Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmi tanıması. Yəni bu 3 şeyin tanınmasıdır. Ma'rifatul abd rabbahu. Qulun Rəbbini tanıması nədir bu? Bimə təarrafa bihi ileyhi fi kitabihi. Allah özünü nə cürünə tanıdıbsa öz kitabında və Rəsulunun dili ilə nə cürünə tanıdıbsa bu cürünə tanımaq. Əlavələr qoşmadan, naqisləşdirmədən, Allahı təkləşdirərək ad və sifətlərində, uluhiyyətində, rububiyyətində və həzə aslül usul. Bu usulların hamısının əslidir. Fəyəcib aleynə mərifətuhu linəbudahu alə bəsirətin və yəqinin. Və bizə də vacibdir bunu bilmək, öyrənmək ki, Allaha bəsirət və yəqin üzərində ibadət edək deyə. İkinci əsl dinin tanımaqdır. Əlləzi təəbbədnə bihi, hansı ki, yəni bu əhkamlarla Allaha yaxınlaşacağıq. Ona görə biz dini tanımalıyıq, bilməliyik. Çünki bu dinlə Allaha yaxınlaşacağıq, Allaha ibadət edəcəyik. Yəni, Allahı tanımalıyıq ki, ona ibadət edək, ad və sifətləri ilə, uluhiyyəti ilə, rububiyyəti ilə və dinini tanımalıyıq ki, onu nə cür nə edək? O ibadəti nə cür nə yerinə yetirək? Aydındır. Və huva fi'l mə aucibə aleynə ən nəf'ələhu. Bu da deyir, Allahın deyir, yəni bizə vacib etdiyi feillərdir və həmçinin bizdə qadağan etdiyi, bizə əmr etdiyi, tərk etməsi, yəni vaciblərdir. Və həzə aslun azim fəyəcib aleynə mərifəthu. Bu da yəni böyük bir üsuldur, yəni ikinci bir asıldır məsələdə, yəni 3 əsasdır, ikinci əsasdır. Bunu da vacibdir bizim üzərimizə öyrənmək. Üçüncü əsas, üçüncü asıl vasitədir. Bizimlə Allahın arasında olan vasitə. O da onun rəsuludur. Demək, Allahı tanımalıyıq ad və sifətləri ilə, bu birinci əsasdır. Allaha nə cür nə ibadət edəcəksə, bunu dini ilə tanıyacaq, biləcək. Üçüncü məsələ də rabitədir. Rəbbimizlə aramızda olan rabitə, yəni bizə bu şəriəti çatdıran Peyğəmbəridir. وَلَا تَرِيقَ لَنَا إِلَى مَا تَعَبَّدْنَ بِهِ إِلَّا بِمَا جَاءَ بِهِ sallallahu aleyhi və səlləm. Və bizə deyir, başqa bir yol yoxdur. Allaha nə cür nə ibadət etmək, yalnız bunun vasitəsi ilə, Peyğəmbər sallallahu aleyhi və səlləm vasitəsi iləndir bu. وَهُوَ إِنْ كَانَ بَشَرًا
fəhəmiyyətu mərifətihi min əhəmiyyəti mərifəti mursilihi və mə ursilə bihi. Baxmayaraq o da bizim kimi bir bəşərdir. Lakin onun tanınmasının əhəmiyyəti onu göndərənin və nə ilə ki göndərilmişdir, o şeyi tanımağın mahiyyətindədir. Eyni mahiyyətdədir yəni. Necə ki o əhəmiyyətlidir, Allahı tanımaq nə ilə göndərilib, onu tanımaq, eləcə də göndərilənin özünü. Və zəkərəl Musannif rahimehullah həzil usul sələsə mucmələ. Və burada müəllif deyir, ümumi icmali şəkildə bu üç əsası gətirir, sonra keçir bunun təfsilatına. Və deyir ki, Feyzə qeylə ləkə mən rabbuk. Yəni bir başlayır birinci, yəni Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir, belə bir yəni təfsilata girmək. Feyzə qeylə ləkə mən rabbuk, fəqul rabbiyallahu ləzi rabbəni. Əgər səndən soruşsalar ki, Rəbbin kimdir, nə deyəcəksən? Qul rabbiyallah. Deyəcəksən ki, Rəbbim Allahdır, hansı ki məni rabbəni tərbiyələndirdi və rabbə cəmiəl aləminə bi ni'amihi və bütün aləmlərin hamısını tərbiyə etdi öz nemətləri ilə. Tərbiyə etdi mənası nədir? Yəni Rəbb sözünün mənalarından biridir tərbiyə etmək. Nə anlamda? Yəni bizim bildiyimiz tərbiyədən söhbət getmir. Hansı tərbiyədən söhbət gedir? Tədricən puxtələşdirmək, kamilləşdirməkdən söhbət gedir. Tədricən. Yəni yoxdan var etmək, ardınca alətlər istedad vermək, ardınca yardım etmək, imdad etmək, onun, yəni bir qulun Allaha ibadət etməsində. Bu nemətlərdir hamısı. Aydındır. Demək, nemətlərlə neynədir? Yaratdı, alətlər verdi. Nədir alətlər? İadət, istedad verdi. Yəni, göz, qulaq, əl, ayaq, bunlar nədir? Alətlərdir. Bunlar istedaddır. İstedad verdi və bununla da boş buraxmadı. Yəni, bu da nemətdir. Neynədir? Yardım etdi. Yəni, müvəffəq etdi ibadətdə. Hidayət verdi. Bunlar hamısı nədir? Öz nemətləri ilə tərbiyə etdi. Yəni, tədricən nemətlərini sənə puxtələşdirdi. Yəni, kamilləşdirdi səni. Buna deyilir nə? Rabbəni. Yəni, Rəbb sözü buradandır. Aydındır. Daha doğrusu, Rəbb sözünün mənalarından da biri budur. Aydındır. Rəbb sözünün demək mənalarından biri nə oldu? Tərbiyə etmək. Amma hansı tərbiyədən söhbət gedir? Tədricən yetişdirmək. Tədricən yetişdirmək. Aydındır. Yəni nemətləri ilə tədricən yetişdirmək. Yoxdan var etmək, yəni xalq. Ondan sonra istedad vermək və imdad etmək. Yəni bunlar hamısı nədir? Neməti ilə tərbiyələndirməkdir. Başqa mənalarından xaliqdir, malikdir. Bunlar da Rəbb sözünün mənalarındandır. Aydındır. Deməli, Rəbb deyəndə nə başa düşürük? Rabbiya, huvallah, Allahdır. Xaliqdir, malikdir. Malik nədir? Yəni, hər bir şeyin sahibidir, malikidir. Aydındır. Məbuddur, həmçinin mənalarından və yoxdan var edən, tərbiyə edən nemətləri ilə, zahiri, aşkar və gizli nemətləri ilə tərbiyə edən. Bunlar hamısı Rəbb sözünün mənalarındandır. Aydındır. Və müəllif burada seçib bu mənanı. Və Rabbəni bizi tərbiyə edib, məni və bütün aləmləri öz nemətləri ilə tərbiyə edib. Və huvə məbudi. Və o cümlədən o deyir, mənim məbudumdur. Yəni, ibadət edirəm ona. Leysəli məbudun sıvah. Və bundan başqa mənim məbudum, ibadət etdiyim yoxdur. Və bunun dəlili, nədir bunun dəlili? Qavluhu Teala, elhamdülillahi rabbil aləmin. Allah Taala'nın bu ayəsidir. Elhamdülillahi, həmd olsun Allaha, aləmlərin Rəbbinə. Var aləmlər, var Rəbbi. Var Rəbb, var mərbub. Mərbub yəni tərbiyə olunan. Var Rəbb, tərbiyə edən. Var mərbub, tərbiyə olunan. Aydındır. Və kullu mə sivallah aləm və aləmlərin Rəbbi deyəndə Allahdan başqa hamısı nədir? Aləmlərdir. Aləmə daxildir. Düzdür? Və mən də bu aləmlərdən biriyəm. Yəni, mən də bu cümlədənəm, yəni içindənəm. Yəni, Rəbb deyiləm, içindəyəm, yəni aləmlərin içindəyəm. Aydındır bu mənası. Feyzə qeylə ləkə bimə arafdə rabbək fəqul bi əyətihi və məxluqatihi. Nə qədərdir?
Sonra deyir ki, əgər deyilsə sənə ki, Rəbbini nə ilə tanıyırsan? Yəni soruşanda Rəbbin kimdir? Deyirsən ki, Allahdır, hansı ki məni yaradıb, hansı ki məni tərbiyələndirib nemətlər üzərində. Və soruşsan ki, nə ilə bəs tanıyırsan Rəbbivi? Hardan bilirsən Rəbbivi, necə tanıyırsan? Deyirsən ki, ayətləri ilə və məxluqatı ilə. Ayətləri ilə və məxluqatı ilə. İnşallah bu mövzu ilə davam edərik gələn dəfəyə. Kifayətlənək bu ilə. Subhanəkallahumma və bihamdikə əşhədu en la ilahe illə əntə əstəğfiruke və etûbü ileyk.